Salam. Keçdiyimiz 28 mayda Ermənistanda hərbi parad keçirildi məlum. Bu paradda Ermənistan yeni aldığı bir sıra silah sistemlərini nümayiş etdirdi. Bunların arasında İran istehsalı Məcid hava hücumundan müdafiə sistemi də yer aldı. Bəli, İran istehsalı, hansı ki İran rəsmiləri açıqlamalar verirdilər ki, biz Ermənistana silah satmamışıq. Göründüyü kimi bu sadəcə sözdə belə idi. Əməldə isə tam tərsi. Ermənistanı silahlandırmaqla məşğul idilər. İndi buna bəzi o İran ağam deyənlər gözlərini açıb yaxşı baxsınlar. Görsünlər ağalarını, hoqqalarını. Qeyd olunan məlumata görə 2024-cü ilin iyul ayında İranla Ermənistan arasında 500 milyon dollar dəyərində gizli silah müqaviləsi imzalanıb. Bu müqaviləyə şahid 136, şahid 129, şahid 197 və mühacir kimi kamikadze və silahlı PUAlar, Xorda Düz, Xordad 15, Arman hava hücumundan müdafiə sisteminin daxil olduğu və Məcid hava hücumundan müdafiə sisteminin bu müqavilənin bir hissəsi olduğu qeyd edilir. Qeyd edim ki, Məcid görüntüləyici infraqırmızı başlıqlı qısa mənzilli mobil hava hücumundan müdafiə sistemidir. Onun hədəflərinə PUAlar, helikopterlər, təyyarələr və qanadlı raketlər daxildir. Atış kompleksində elektro-optik axtarış və hədəf alma sistemi və 4 ədəd görüntüləyici infraqırmızı başlıqlı adi 08 raketləri yerləşir. Bu raketin çapı 156 mm, uzunluğu 2 metr 67 sm, ümumi çəkisi 75 kg, döyüş başlığının çəkisi 14 kg, atış mənzili 700 metrdən 8 kilometrə qədər, atış hündürlüyü 20 metrdən 6 kilometrə qədərdir. Sistem 4 raketlə eyni vaxtda 4 hədəfi vura bilir. Məcid batareyasına həmçinin mobil radar kompleksi də daxildir. Bu radar hava məkanını skan edir, hədəfi tapır, koordinatlarını hesablayır, məsafə, hədəfin sürəti, uçuş istiqaməti, hündürlüyü, bütün bu məlumatları hesablayır və atıcı platformaya ötürür. O da öz növbəsində elektro-optik sistemi həmin istiqamətə çevirir, hədəfi tapır, raketi tuşlayır və atəş açır. Məcid sistemində daşıyıcı platform olaraq 4 təkərli Araş 2 və ya Iveco şassisindən istifadə olunur. Bu həm sistemin etibarlılığından asılıdır. Məcid nə qədər güclü bir sistemdir. Üstəlik də qısa, orta və uzun mənzilli kimi sistemlərlə koordinasiyalı işlədiyi və onların da güclü olması halında təhlükəli ola bilər. Əks halda tək başına çox güclü bir sistem belə olsa, 6 kilometrdən yuxarıda aviasiya vasitələrimizə qarşı heç bir iş görə bilmir. Tam tərsi özü hədəf olur. Yəni bütün siniflər bir-birini tamamladığı halda, arada boşluq, çatışmazlıq olmadığı halda effektiv müdafiə əldə olunur.